Dünyanın en büyük alimi Aristotel deyir ki, pulsuz insan şərəfsiz quldur. Demir qul deyir, şərəfsiz quldur. Pul insanı şax eləyir, şux eləyir. Aslı olmadan insanın bütün problemin pul həll eləyir. Ona görə hər bir dövlətin borcudur ki, öz insanların yüksək səviyyədə təmin eləsin, təqaüdlə, maaşla. Şərqin böyük bir şairi var, Hafiz Şirazi, o deyir ki, hər bir insan dövlətdən umur. Nə umur? Dövlətdən yaşayış umur. Dünyanın bütün kapitalist ölkələrində işləməyən insanlara təqaüd verilir. Onlar iş tapana qədər, onlar təmin. Çünki insan Allahın yaratdığı ən möcüzəli bir sərvətdir. İnsan asılı olmamalıdır. Dövlət insanı qayğı ilə, diqqətlə qorumalıdır. Ona yüksək səviyyədə əmək haqqı verməlidir. Ona yüksək səviyyədə təqaüd verməlidir. Bu günlər əgər bir qoca qadın və yaxud da qoca kişi ayda 200 manat, 250 manat təqaüd alırsa, bu millətin, dövlətin, xalqın faciəsidir. Əgər bir insan iş yerində, deyək ki, məsələ, mən incəsənət adamıyam, deyək ki, əyalət teatrının aktyoru 400 manat maaş alır. 400 manat maaş onun heç bir gün xərcinə çatmır. Çünki bunun toyu var, bunun yası var, bunun uşaqların böyütməsi var, uşaqlara qayğı var, bunun dost yanında, qohum yanında başının ucalığı var. Bunu cındır vəziyyətinə qoymaq olmaz.